Deyirəm bircə bu çatmırdı. Uganda generalı Türkiyədən 1 milyard dollar və çoxlu gözəl qızlar tələb edib. Onu İsrailin yanında olmağa mesaj verib və deyib ki, siz əgər mənim dediklərimlə razılaşmasanız, mən səfirliyi bağlayacağam və mənə 1 milyard və gözəl qızlar verin. Həmin general öz mesajını sosial şəbəkələrdən silsə də bu Türkiyədə böyük bir çaxnaşmaya səbəb olub və Türkiyə mətbuatında bu haqda insanlar danışır və sosial mediada bu gülüş obyektinə, bu xəbər gülüşə çevrilir. Pulu başa düşdüyü bu xanımları, qızları nə edəcək, nə üçün istəyir, burası maraqlıdır.